Tebrik ederim. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun muhterem. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Muhterem Prezident, onu demək istəyirəm ki, bu il biz qeyd etdiyimiz 25 il yaradıcılıq ilimizi qeyd edirik. Fidan xanımla mən birlikdə və çox xoşbəxtıq ki, bu 25 il yaradıcılıq illərimiz sizin Respublikaya rəhbərliyiniz zamanında keçib və hər birimizə siz hər zaman atalıq eləmişsiniz, qayğı göstərmişsiniz və zamanında bizim sənətimizə böyük qiymət vermişsiniz. Sizə baş əyirəm, sizə uzun ömür, can sağlığı arzu edirəm. Bütün sənət adamlarının və ailəmin adından sizə minnətdaram. Çox sağ olun. İlhan da sen de balaca kızıydın. Bəli. Gözümün qabağında böyüdünüz. Çok sağ olun. Ama sizin səsindən Samsundan gördüm. Çok sağ olun, gider. Ben de ki hamıdan çok sevirəm. Mənə deyirdi, Fidan, sənin için gəlmişəm operaya. Sən Nigarı oxuyacaqsan mı bugün? Mən deyirdim, əlbəttə ki oxuyacağım, hazırdır. Mən gələn həftə oxuyacağım Nigarı. Onun çox xoşuna gəldi və mənə dedi ki, Fidan, bax, sənin tamaşana gələcəyim, mütləq oxu Nigarı. Ben sizi tebrik ederim. Çok sağ olun. İşmişinize göre. Çok güzel, çok yaxşı. Çok yaxşı siz bu günləri oxudunuz, çok yaxşı. Öz istedadınızı bir nümayiş etdiniz, göstərdiniz. Mahnılar da gözəldi, musiki de gözəldi. Ama sizin səsindən Samsundan gördüm. Çok sağ olun, gider. Ama siz bütün bu konsepti biz size həsr. Yani bizim canlı sesimizi, biz necə öz təbriklərimizi sizə bildirəcək. Rəssam deyilik ki, rəsm yazaq, ondan sonra heykəlsənət deyilik ki, heykəl sizə bağışlayaq. Öz canlı sesimizi sizə bildirək. Hər şey, öz canlı nəfəsimizi sizə bildirdik. Çünki siz bizim yaradıcılığımıza çok büyük dikkat edin. Hamımıza bak, Farxada, Razlarına, Fidan xanım. Çok sağ olun, çok sağ olun. Ben sizi tebrik ederim. Sizin ikinize de can sağlığı, yeni yaratıcı uğurlar arzulayıram. Bilirsiniz ki, halk sizi sevir ve bu günleri gördü, siz necə güzel karşılayırdılar. Ben de ki, hamıdan çok sevirəm. Sizin sənətinizi de, şəxsiyyətinizi de, özünüzü de. Tebrik ederim səni Fidan xanım. Can sağlığı arzu eden yeni uğurlar. Azərbaycanda danışıq. Mən öz xalqıma, vətənimə və dünyanın ən gözəl prezidentimizin qarşısında xidmət etməyə hazıram. Çox sağ olun. ...25 il ərzində Fidan xanım və Roman xanım Azərbaycanın musiki sənətinin opera musikisinin klasik musiki sənətinin tarixine büyük, güzel, kızıl səhifələr yazmış.